Salam, təhsil sahəsində baş verən ən son yeniliklər haqqında sizi məlumatlı edən təhsil gündəliyinə baxırsınız. Oktyabrın 2-də Məktəblinin Dostu pilot layihəsi üzrə imtahanların test mərhələsi keçirilib. İmtahanda namizədlərə ümumi və psixoloji olmaqla 50 sual təqdim edilib. Müsahibə mərhələsinə test mərhələsini adlayan namizədlər buraxılacaqlar. İmtahanda namizədlərin Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılıb. Müsahibə mərhələsində ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimlərə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər Məktəblinin dostu təyin edəcəklər. İmtahan çox yaxşı keçdi. Bizim 810 nəfər müraciət eləmişdi. Bugün biz ilkin mərhələ olaraq test imtahanını keçirdik. İmtahan yüksək səviyyədə keçdi. İmtahan verənlər də razı idilər. İndi bundan sonra imtahanın nəticələrindən sonra imtahanı uğurla keçənləri biz müsahibəyə dəvət edəcəyik. Bu müsahibə asan xidmətlə birgə olunacaq. Qeyd edək ki, Məktəblinin dostunun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektiv və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı Məktəblinin dostu seçilən şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünü tərbiyə və özünü inkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər. Təhsil naziri Mikayıl Cabbarov Zərdab şəhərində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib. Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 42 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Qeyd edək ki, növbəti qəbul oktyabrın 10-da saat 11-də Ağdam rayonunda olacaq. Qəbulda Ağdam, Füzuli, Beyləqan, Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 3-7 oktyabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna və ya aşağıda qeyd olunan elektron poçt ünvanından qeydiyyatdan keçə bilərlər. Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 143-dən 156-ya çatdırılıb. Növbəti aylarda da digər siniflər üzrə dərslik və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanıb portala yerləşdirilməsi davam etdiriləcək. Portala əlavə olunan elektron kitablar Azərbaycan və Rus bölmələri üzrə 5-ci sinif həyat bilgisi və 9-cu sinif biologiya, coğrafiya, informatika, təsviri incəsənət, fizika, ümumi tarix dərslikləridir. Elektron dərsliklər portalında indiyə qədər 93.342 nəfər qeydiyyatdan keçib. Bu müddət ərzində elektron dərslik və müəllim metodiki vasitələri 1.052.000 dəfədən çox istifadə olunub. Portala gündəlik 2500-4000 arası istifadəçi daxil olur. 2016-cı ilin ilk 9 ayında elektron dərslik portalından 285.800 nəfər faydalanıb. Bu rəqəm ötən illə müqayisədə 3 dəfə çoxdur. Qeyd eləyək ki, 2014-cü ildən fəaliyyət göstərən dərslik.edu.az portalının hazırlanmasında məqsəd təhsil alanları təhsil prosesində fəallaşdırmaq və onların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri olan Rio 2016 Yay Olimpiya və Paralimpiya oyunlarında uğur qazanmış idmançılarla görüşüb. Görüş iştirakçılarını təbrik edən Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkəmizin idman şərəfini layiqincə təmsil edərək bu oyunlarda ən yüksək nailiyyət qazanmış idmançıların 3 nəfəri Toğrul Əsgərov, Hacı Əliyev və Ramil Qasımov Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq gənclər idman məktəblərinin yetirmələridir. Mikayıl Cabbarov son 13 il ərzində ölkəmizdə 3000-dən artıq məktəb tikildiyini və bu məktəblərdə yaradılan idman infrastrukturundan səmərəli istifadənin əsas məqsədlərdən biri olduğunu vurğulayıb. Görüşdə iştirak edən idmançılar dəvətə görə təşəkkür ediblər və gələcək idman uğurlarına imza atmaq üçün bundan sonra var qüvvə ilə çalışacaqlarını bildiriblər.
Sentyabr ayı ərzində vətəndaşlarla iş bölməsinə 19854 müraciət daxil olub. Statistikaya əsasən telefon məlumat mərkəzində 13429 zəng qəbul edilib. Bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çox edir. Vətəndaşların qəbulu mərkəzində isə bu dövrdə 6425 vətəndaşa xidmət göstərilib. Telefon məlumat mərkəzinə və vətəndaşların qəbulu mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və həll olunub. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ümumi təhsil müəssisələrinə uşaqların qəbulu və yerdəyişməsi, diplomların tanınması, ilk peşə ixtisas təhsili müəssisələrinə qəbul, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib. 46 nömrəli məktəbdən kənar tərbiyə işi mərkəzində Azərbaycan Milli Avtomobil Klubu ilə birgə yollarda ölümsüz bir gün devizi altında maarifləndirici seminar keçirilib. Aksiyada Baş Dövlət Yol Polis İdarəsinin, Milli Avtomobil Klubunun əməkdaşları, KİV nümayəndələri və 500-ə yaxın məktəbli iştirak edib. Aksiyanın məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumi təhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub. Aksiyada polis forması geyinən uşaqlar təhlükəsizlik kəmərindən istifadə et, dayanma durma qaydalarına əməl et, piyada keçiddən istifadə et çağırışı ilə hərəkət iştirakçılarını yollarda intizamlı olmağa dəvət ediblər. Uşaqlar yolu təyin olunmayan yerdən keçən piyadaları da saxlayaraq, onlara yol polisi əməkdaşları ilə birgə tövsiyələr veriblər. Təhsil Respublika İdman Mərkəzinin futbol üzrə Respublika birinciliyinin zona yarışları keçirilib. Yarış 2003-2004-cü il təvəllüdlü məktəblər arasında təşkil olunub. Zona yarışları Bakı, Sumqayıt, Lənkəran və Gəncə şəhərlərində, Qax və Bərdə rayonlarında təşkil olunub. Maraqlı mübarizə şəraitində keçən yarışda Bakı zonası üzrə Vətən Respublika ixtisaslaşdırılmış Olimpiya ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin və Təhsil Respublika İdman Mərkəzinin komandaları Sumqayıt, Lənkəran, Astara, Gəncə, Tovuz, Qax, Ağsu və Ağdam Uşaq Gənclər İdman Mərkəzlərinin komandaları final mərhələsinə vəsiqə qazanıblar. Final mərhələsi 4-10 oktyabr 2016-cı il tarixlərində Lənkəran şəhərində keçiriləcəkdir. Təhsil televiziyasının hazırladığı veriliş və sujetləri siz Təhsil Nazirliyinin rəsmi Facebook, YouTube və Twitter səhifələrindən, həmçinin rəsmi internet səhifəsindən izləyə bilərsiniz. Sağ olun.